Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi hazırda elə İran, İsrail, ABŞ üç bucağı arasında hökm süran siyasi gərginlik fonunda dünya bazarlarında, iqtisadiyyatında dalğalanma müşahidə olunur və bununla əlaqədar olaraq bir yeni məlumat da var ki, neftin qiyməti dediyiniz kimi artmaqda davam edir və artıq dünya bazarlarında neftin qiyməti 119 dollara yaxınlaşır və indiki məqamda bu nə vaxta qədər davam edəcək? Təbii ki, siyasi proseslərin gedişatından asılıdır, amma indiki məqamda bu hansı sferalara, hansı formada təsir göstərəcək? Bununla bağlı detalları qonağım iqtisadçı Elçin Rəşidovdan əldə edəcəyik. Xoş görürük Elçin bəy. Buyurun, detalları sizdən işləyək. Əlbəttə ki, neftin qiymətinin daha da artması senarisi var. Belə senari mümkündür, gözlənilən senaridir. Bu dediyiniz kimi bu geosiyasi gərginliyin artmasından asılı olacaqdır. Eyni zamanda buna təsir edən başqa amillər, məsələn, doların qiyməti zəifləməkdə davam edərsə, təbii ki, bu da neftin qiymətinin artmasına səbəb ola bilər. Eyni zamanda OPEC-dir, ABŞ-dir, Kanadadır. Bunlar ABŞ-nin, Kanadanın şist neftləri var. Bunlar yüksək qiymətlərdə onu istehsal etməyə başlayırlar. OPEC də istehsalı artırır. Bu bir balaca neftin qiymətini azalda bilir. Yəni bunların nə dərəcədə təsir olması? Azərbaycan üçün də mən yadımdadır, biz 6-7 il qabaq sizin kanalda canlı verilişdə qeyd eləmişdik ki, yaxşı olar ki, bizdə hal-hazırda maksimum kapasitədə də neft istehsal olunur və satılır. Boru kəmərinin maksimum çatdıra biləcəyi kapasitədə. Amma yaxşı olar ki, neftin qiyməti aşağı olan vaxtlarda o kapasite aşağı düşərdi. Bu texnoloji olaraq həmişə deyilir ki, təxminən 20-25% qədər artırıb azaltmaq mümkündür. Neftin belə yüksək qiymətlərdə maksimum kapasite çalışardı. Nədən? Çünki baxın, indi 60 dollarla, indi təxminən 115-120 dollar arasında Azərbaycanın hər bareldən götürdüyü mənfəət təxminən 5 dəfə fərqlidir. Baxmayaraq ki, qiymət cəmsi təxminən 2 dəfə fərqlidir. Amma mənfəət 5 dəfə fərqlidir. Çünki burada maya dəyəri söhbəti var və maya dəyərindən çıxılmalıdır mənfəət hesablandıqda. Eyni zamanda bu hasilatın pay bölgüsündə, yəni xarici şirkətlərin payı neftin yüksək qiymətlərində və aşağı qiymətlərində eyni olmur. Yüksək qiymətlərində olan payı faiz etibarı daha aşağı olur. Azərbaycan payı deyək ki, faiz etibarı daha çox olur və biz eyni barədən 5 dəfə daha çox mənfəət götürə bilirik. Ona görə bizim marağımızdadır ki, məhz belə dövrdə maksimum kapasite, boru kəmərinin maksimum kapasitesində biz daşımaları satışı həyata keçirək. Digər dövrlərdə isə təbii ki, azaltmaqla. Çünki sonda neftin ümumi yataqdan həcmi məhduddur. Biz eyni məhdud həcmdən maksimum yararlana bilərik. Dünyada da, yəni başqa ölkələrdə belə strategiyalar tətbiq olunur. Onlar bir balaca stabilizator deyirlər. Neftin qiymətini aşağı salmağa yönəlir və hesab olunur ki, məhz stabilizatorların təsirindən heç vaxt 150 dollardan yuxarı qalxması mümkün deyil. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə aydın oldu ki, dünya bazarlarında artan neft qiymətləri Azərbaycana hansı formada təsir göstərəcək və belə gərgin bir anda Azərbaycan da elə öz üzərinə düşən öhdəlikləri yerinə yetirib daha çox imkanlardan yararlana bilər və hansı cür təsirləri olduğunu da elə ekspertimiz vasitəsilə eşitmiş olduq. Çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürlər Rəfsanə, ətraflı məlumat üçün. Elə müsahibinə də təşəkkürümüzü bildiririk.